Heç bugünə qədər görmüsünüz ki, kimsə işini, vəzifəsini, bütün imkanlarını itirsin və onun çoxlu dostları olsun. Bəli, o elə həmin dostları da o işlə bir yerdə itirir. Tamamilə doğrudur. Bəli, bax bu günləri bizim səsimiz batsa, bizə bugün dostumdur deyən adamların heç birisi bizim yanımızda olmayacaq. Biz bugün gözəlik, biz bugün onların məclisində gözəl görsənə bilərik. Ona görə bizim dostlarımız bizi yanında görmək istəyir, ətrafında görmək istəyir. Yığır hamımızı bir yerə ki, hamımız yığışaq. Amma inandırım ki, sabah mən qocalanda, mənim 60 yaşım olanda heç onlar olmayacaq. Çünki o məni görmək istəməyəcək. O istəyəcək 30 yaşında kimsə görsün. Yox, sadiq olan səninlədir. Yox. Çox nadir hallardadır. Tək tük. Çox nadir hallardadır. Çox nadir hallardadır əziz dostlar. Çalışın, heç vaxt düşməyin. Can. Çalışın, düşməyin. Ürəyimdən xəbər verdi. Düşməyin əziz dostlar. Amma mən düşdüyümü də zənn etmirəm əslində. Yox, mən özümüzdən danışmıram. Mən ümumiyyətlə danışıram. Düz deyir, ayağınız belə büdürəməsin ha. Büdürəməsin heç kimi. Əziz dostlar, düşməyin. 100 yaşınızda olsa, yanınızda olacaqlar. Mütləq güclü olmaq lazımdır. Və hətta düşən vaxtlar da olur. Çalışın o düşən anınızı göstərməyin. Heç kimə. Dost bildiyiniz insanlara da göstərməyin. Onsuz da görünür düşdüyün anda yanında kim var. Düşdüyün anda yanında kimdirsə zəhmət olmasa onun üçün darıq.